Digər didaktik prinsipimiz Azərbaycançılıq didaktik prinsipidir. Azərbaycançılıq nədir? Uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda fəal vətəndaş mövqeyinin formalaşmasıdır. Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə hörmət hissinin aşılanmasıdır. Azərbaycançılıq didaktik prinsipimizdə torpağımız, dövlətimiz, millətimiz, vətənimiz haqqında məlumat veririk. Məsələn, bayrağımız haqqında, gerbimiz haqqında, adət-ənənələrimiz haqqında məlumat veririk. Yəni, Azərbaycançılıq ideyalarını təbliğ edirik. Onlarda fəal vətəndaş mövqeyi formalaşdırırıq. Milli iftixar hissini formalaşdırırıq. Yəni, Azərbaycançılıqda torpağımız və vətənimiz, millətimiz haqqında məlumat veririk.